Təşbih və metaforun fərqi. Təşbih nədir, metafor nədir? Təşbih ərəbcədən bənzətmə deməkdir, metafor köçürmə deməkdir. Metafora başqa sözlə istiarədə demək olar. Əvvəla bunların oxşar cəhəti odur ki, hər ikisi məcazların növüdür, yəni məcazi mənalı söz və ifadələrdən təşkil olunub. Hər ikisi məcazi mənalı olduğuna görə bədii nümunələrin içərisində şagirdlər bəzən qarışdırır. Bu təşbihdir yoxsa metafordur. Bəs yaxşı, hardan bilək ki, bu təşbihdir yoxsa metafordur? Baxaq, təşbihdə 4 ünsür olur. Mən onları özüm nömrələrlə qeyd eləmişəm. Sonraki nümunələrdə nömrələri izah eləyəcəm. Bənzəyən, bənzədilən, yəni cümlə daxilində ardıcıllıqla belə gəlir. Birinci bənzəyən, sonra bənzədilən, bənzətmə qoşması və ya bənzətmə bildirən modal söz və bənzətmə əlaməti. Nə deməkdir? Baxaq bir cümləyə. Sən ulduz kimi parıldayırsan. Birinci söz bənzəyən oldu sən. Bənzədilən nə oldu? İkinci söz ardıcıllıqla ulduz sözü. Bənzətmə qoşması kimi, bura qeyd eləyək kimini. Bənzətmə əlaməti. Bənzətmə əlaməti də ulduzun parlaqlıq əlaməti o deməkdir. Yəni, bir var başqa bir nümunədə belə deyəndə ki, onun saçları gecə kimi qara idi. Gecənin əlaməti nədir? Qaranlıq, qara olmaq. Əlamət bildirən söz o deməkdir. Yəni, bənzətmənin əlaməti hansı əlamətinə görə ulduza bənzəyir? Parlaqlıq əlamətinə görə. Bu da olacaq parıldayırsan sözü. Burada bu uyğun gələcək. Deməli, ardıcıllıqla təşbih nümunəsini belə yazdıq. İndi baxırıq təşbihin növlərinə. Müfəssəl təşbih nə deməkdir? Mükəmməl təşbih nə deməkdir? Müfəssəl təşbihdə 4 ünsürün 4-ü də iştirak edir. Yəni, həm bənzəyən, həm bənzədilən, həm bənzətmə qoşması, həm də bənzətmə əlaməti olur. Mükəmməl təşbih isə 2 sözlə təşbih yaradır. Həmin o 2 sözdə 1 və 2, yəni bənzəyən və bənzədiləndən ibarət olur. Baxın, burada qeyd eləmişəm. Sən ulduzsan. Deməli, mükəmməl təşbihdə bənzətmə qoşması ilə bənzətmə əlaməti olmur. Demək, biz 2 sözlə də təşbih yarada bilərik. Bəzən 2 sözlə və yaxud 4 ünsürün 4-ü də iştirak edəndə uşaqlar nümunə daxilində daha rahat tapır. Məsələn, o quş tək uçurdu və yaxud onun boyu sərf kimi hündürdür, onun gözləri dəniz kimi mavidir. Bu tipli nümunələrdə təşbihi tapmaq daha asan olur. Amma elə nümunələr var ki, onu təşbih və metaforla qarışdırırlar. Nəyə görə qarışdırırlar? Əvvəla bilmək lazımdır ki, qısa təşbihlərdə, yəni mükəmməl təşbihdə bənzəyən və bənzədilən olur. 1 və 2 olur. Bəs yaxşı, metaforda nə olur? Metaforda bir bənzəyən olur, bir də bənzətmə əlaməti olur. Bənzədilən olmur. Baxaq, sən ulduzsan təşbihdir. Çünki bənzəyən və bənzədilən var. Amma sən parıldayırsan, görürsünüz, burada 1 yazmışam, bir də 4 yazmışam. Bənzətmənin əlamətini qeyd eləmişəm. Sən parıldayırsan, metafordur. Nəyə görə? Çünki 1 bənzəyən var, bir də bənzətmə əlaməti var. Deməli, təşbihdə bənzəyən və bənzədilənin işlədilməsi mütləqdir, amma metaforda bənzəyən, bir də bənzətmə əlaməti işlətmək lazımdır. Təşbihlə metaforun fərqi budur. İndi digər nümunəyə də baxaq. Belə nümunə yazmışam bura. Ağaclar insan kimi pıçıldaşır. Nömrələmişəm yenə də, yəni 1 bənzəyən, 2 bənzədilən, 3 bənzətmə qoşması, pıçıldaşır da bənzətmənin əlaməti. Yəni, insan pıçıldayır, insanın pıçıldamaq əlaməti insanın üzərinə köçürülüb. Bu yolla da təşbih yaranıb. Bu müfəssəl təşbihdir. Çünki 4 ünsürün 4-ü də iştirak edib. Ağaclar insandır. Ağaclar insandır cümləsində isə bir bənzəyən var, bir də bənzədilən var. Nə bənzətmə qoşması var, nə də bənzətmənin əlaməti var. İndi baxırıq digər nümunəyə. Ağaclar pıçıldaşır. Ağaclar pıçıldaşırda isə bir bənzəyən var, bir də bənzətmənin əlaməti var. Bu artıq metafordur. Çünki
Metaforda bir bənzəyən iştirak eləyir, bir də bənzətmənin əlaməti iştirak eləyir. Təşbehdə isə həm bənzəyən olur, həm bənzədilən olur. Belə nümunələri bu formada fərqləndirə bilərsiniz.